Salam, hörmətli izləyicilər. Bugün biz yenə də psixologiya haqqında danışacağıq və bugünkü mövzumuz düşüncədir. İnsan düşünür, amma nə düşünür, necə düşünür və psixologiya elmi bütün bu prosesləri necə izah edir? Psixologiyada öyrənilməsi çətin olan mövzulardan birisi də düşüncədir. Ona görə ki, düşüncə digər idrak prosesləri kimi aydın görünmür, onun fəaliyyətinin nəticələrini biz konkret olaraq əldə edə bilmirik. Burada baş verən proseslər bütövlükdə idraki əhatə edir. Yəni, bütün idrak fəaliyyətində düşüncə baş verir. İnsan düşünərək əqli fəaliyyət göstərir. Və bütün bu fəaliyyətin nəticələri psixologiya elmində düşüncənin məzmununa, quruluşuna daxil edilir. Bu mənada onun belə izahı da, tərifi də belə verilir ki, düşüncə insanın beyninə sensor qıcıqlayıcıların daxil olduğu andan başlayaraq onun emal olunmasında iştirak edən bütün prosesləri əhatə edən idrak prosesidir. Yəni, burada söhbət duyğular, qavrayış, hafizə, təfəkkür, təxəyyül, eyni zamanda bəzi səviyyələrdə hissi emosional proseslər, xüsusən də iradi proseslərdən gedir ki, bütün bu proseslərin cəmi düşüncəyə daxildir, düşüncə adlanır. Amma məsələ burada bir qədər fərqlidir. Yəni, insan dünyaya gəldiyi gündən başlayaraq onun psixikasında baş verən, idrakında baş verən, hətta sensor səviyyədə qurulan fəaliyyətləri belə ayrılıqda öyrənilir. Amma biz deyə bilmərik ki, yeni doğulmuş uşaq düşünərək davranır, düşünərək hərəkət edir, fəaliyyət göstərir. Yəni, bu mənada düşüncənin səviyyələri var. Yəni, düşünmək hansı səviyyələrdə baş verir? Bu məsələyə başlamazdan əvvəl mən sizə bəzi reallıqlarda xatırlatmaq istəyirəm. O mənada ki, psixologiya elmində çoxsaylı təsdiq olunmamış nəzəriyyələr də var, öz təsdiqini tapmış nəzəriyyələr də var. Belə mübahisəli nəzəriyyələrdən birisi də insanın ontogenetik inkişafının bəşəriyyətin filogenetik inkişafına uyğun olaraq baş verməsi ilə bağlıdır. Yəni, bu nəzəriyyədə qoyulan izahlar bundan ibarətdir ki, fərziyyələr daha doğru desək. Fərziyyələr ondan ibarətdir ki, hər bir insan öz həyatında bəşəriyyətin ictimai, tarixi, inkişaf tərəqqisini təkrarlayır. Yəni, necə insan ibtidai ictimai quruluşu yaşadı, dünyada olan cisimlərlə, obyektlərlə, hadisələrlə tanış olmağa başladı. Bunların mahiyyətini öyrəndi, nəyi yemək olar, nəyi yemək olmaz, harada sığınmaq olar, nədən təbiət hadisələrinə necə qorunmaq olar, necə istifadə eləmək olar. Bax, bu cürə icma dövrünü yaşadı. Sonra digər icma dövrü əmələ gəldi. Quldarlıq cəmiyyəti, sonra feodalizm cəmiyyəti. Yəni, bu cəmiyyətlərin hər birində insanın düşüncə tərzi müxtəlif səviyyələrdə olub, inkişaf eləyib. O mənada hər bir insanda öz həyatında, baxın, bəşəriyyətin inkişaf dövrünü təkrarlayır. Uşaq əvvəlcə 3 yaşa qədər onun ətrafında olan mühiti öyrənir, insanları öyrənir, hansı əşyalardan nə üçün istifadə etməli olduğunu öyrənir. Yəni, bu dövrdə biz uşağın fəaliyyətini refleksiv fəaliyyət adlandırırıq və yaxud da ümumiyyətlə intuitiv fəaliyyət adlandırırıq. Alt şuurda genetik hafizədən gətirilənlərin əsasında, onun hissi emosional təsirlər əsasında qurulan fəaliyyət adlandırırıq. Bu mənada düşüncənin ilk primitiv səviyyəsi bax bu səviyyədir. İbtidai icma dövründən hətta belə qeyd olunur ki, eramızın əvvəllərinə qədər davam edən bir dövrü əhatə edib ki, insanlar daha çox təbii hisslərin, təbii qüvvələrin əsasında fəaliyyət göstərirlər. Burada da təbii ki, mübahisəli fikirlər var. Yəni, dünyada biz bilirik ki,
şərqdə yaradılan qədim kitablar, qədim mədəniyyətlər heç də bunu demir. Əksinə, Maya mədəniyyətində üzə çıxarılan bir sıra o da demək, arxeoloji qazıntılarda olan nümunələr, heykəllər, yazılar, binaların quruluşu, eyni zamanda oradakı simvolikalar, bunlar hamısı əksinə söylüyor ki, heç də qədim dövrlərdə insan primitiv düşünməyib. Əksinə o kainatla, dünya ilə sıx əlaqədə olub. Amma hər halda nəzəriyyə belə deyil və psixologiyada bu fikirlərə əsaslanaraq düşüncənin ilk səviyyəsini primitiv səviyyə kimi, alt səviyyə, aşağı səviyyə kimi qəbul edir ki, bu səviyyə yeni doğulan uşaqlara, primatlara, yəni ali sinir sisteminə malik olan heyvanlara aid olan düşüncə tərzidir ki, biz bu səviyyədə artıq hələ rasional düşüncədən danışa bilmirik. İkinci səviyyə orta səviyyə adlanır. Bu səviyyədə artıq yəni müəyyən qədər inkişaf baş verir. Bu səviyyədə insanlar yəni daha şuurlu düşünürlər, daha rasional düşünürlər, daha tənqidi düşünürlər və bu səviyyədə artıq intuisiya arxa plana keçir, alt şuurun təsirlərinin qarşısı alınmaq mümkün olur və bu səviyyə hardasa 20-ci əsrin əvvəllərinə qədər davam edib. Dünya, bəşəriyyətin düşüncə tərzinin inkişafı baxımından insanlar yeni kəşflər ediblər, yeni elmlər yaradıblar, yəni bu tənqidi düşüncə sayəsində, eyni zamanda idealizmdən uzaqlaşmaq sayəsində elmlər inkişaf edibdir. Hələ indi üçüncü səviyyə, yəni ali düşüncə səviyyəsinə daxil oluruq. Mən bunu da qeyd edeyim ki, burada bir fərdiliklər də olubdur, fərdi inkişaflar, fərdi qabiliyyətlər. Burada biz deyə bilmərik ki, məsələn, İbn Sina primitiv düşünürdü və yaxud da orta səviyyədə düşünürdü. Biz deyə bilmərik ki, İmam Nəsimi orta səviyyədə düşünürdü. Kopernik, Qaliley, yəni belə fizika elminə, təbabətə, dəqiq elmlərə, eyni zamanda fəlsəfəyə yeni fikirlər gətirmiş insanların heç də orta səviyyədə düşündüyünü demək doğru deyil. Bu insanlar öz dövrlərini qabaqlamış insanlardır. Və yaxud da 20-ci əsrin ortalarında özünün qeyri-sələsi məntiq nəzəriyyəsini yaratmış Lütfüzadə haqqında biz deyə bilmərik ki, Lütfüzadə orta səviyyədə düşünürdü. Yəni o da öz dövrünü qabaqlamış. Çox insanların adlarını çəkmək olar. Bu mənada, yəni hər bir dövrdə özünün yaşadığı dövrdən fərqli düşünən, öz dövründən bir neçə yüz əvvəl sonranı görə bilən dərin düşüncəli insanlar olublar və təbii ki, bugün də bu insanlar var. Bugün artıq 20-ci əsrin ortalarından başlayaraq insanın düşüncə səviyyəsi üçüncü səviyyə, ali şuur səviyyəsinə keçir. Ali səviyyə. Bu insanlar artıq kosmik şuurla, kainatın şuuru ilə əlaqəyə girə bilən insanlardır. Yəni biz bir qədər əvvələ də geçsək, bu dövrü biz Einsteinlə əlaqələndirə bilərik. Einsteinlə başlayaraq, Albert Einstein bilirsiniz ki, öz dövründə fövqəladə dərəcədə insanın ağlına gəlməyən bir qanunu kəşf elədi. Yəni sürət və zaman arasındakı asılılıqla bağlı. Bu qanun göstərdi ki, insan şuuru heç də yer şuuru ilə məhdudlaşmır. Yerdə yaşayan insanların bütün o cəmiyyətlərə aid olan, bəşəriyyətə aid olan şuuru ilə məhdudlaşmır. Elə bir şuurlu insanlar var ki, onların düşüncələri qeyri-standartdır, məkana sığışmır, zamana sığışmır. Yəni yerdə mövcud olan zaman, məkan, hərəkət qanunları, üçölçülü qanunlardan kənara çıxaraq kosmik şuurun qanunları ilə çalışır. O cümlədən də fizikada David Bohm'un kəşf elədiyi nəzəriyyə, Poincare'nin holografik nəzəriyyələrin kəşf olunması 20-ci əsrin ortalarından sonra insan şuurunda yeni bir sıçrayış yaratdı. Eyni zamanda kognitiv psixologiya elminin yaranması və bu elmin əsasında duran hafizə proseslərinin imkanlarına görə hesablama maşınları meydana gəlməsi,
Mən Kaliforniyada olarkən o muzeyə getdim. Süni intellekt muzeyi də adlandırmaq olar oranı. Kompüter muzeyi. Yəni ilk maşınların yaranmasından bu günümüzə qədər artıq süni intellekt proqramlarının, süni intellekt maşınlarının, robotlarının ixtirasına qədər çox keşməkeşli bir dövr keçibdir. Amma bu proqramları yaradan insanlar da üçüncü səviyyədə olan insanlardır. Üçüncü düşüncə səviyyəsindədirlər. Onların təfəkkürü yaradıcı olmaqla yanaşı qeyri-standartdır, sərhədsizdir. Onlar alternativ düşünürlər, onlar tənqidi düşünürlər, fərqli düşünürlər. Yəni bu səviyyədə insanları işte biz cəmiyyətdə olan digər kütlə ilə, yəni daha çoxluğun düşüncə tərzi ilə eyniləşdirə bilməliyik. Yəni bunlarda həmişə bütün dövrlərdə öz cəmiyyətindən fərqli düşünən, qabaqcıl, qabaq görən, uzaq görən, görücü, bilici insanlar olublar. Amma bu ayrılıqda hesablanmır. Ümumilikdə bəşər insanının düşüncə səviyyəsi, bax dediyim bu 3 səviyyə ilə müəyyənləşdirir ki, bu 3 səviyyədə bugün artıq yaşamağa başlayıb. Bugünün insanları artıq 3-cü səviyyədə kosmik şuurla əlaqədə ola bilirlər, düşünə bilirlər. Bizə əvvəllər qeyri-adi, yəni fenomenal görünən insanlar səviyyəsində bugün artıq bizim yeniyetmələrimiz, gənclərimiz də düşünə bilərlər. Çünki buna artıq elmin, texnikanın imkanları da vardır. Bu mənada biz deyə bilərik ki, bəli, dünyada insana xas olan düşüncənin 3 səviyyəsi var. Bəşəriyyət bu 3 səviyyələrin üçüncüsünə, ali səviyyəyə, fenomenal səviyyəyə qədəm qoyubdur və bu səviyyədə artıq bir çox elmi ixtiralar baş veribdir. Mən burada kiçik bir qeyd eləmək istəyirəm ki, tarix göstərir ki, tədqiqatlar göstərir ki, cəmiyyətlərdə belə fərqli düşünən insanların əksəriyyəti autik təfəkkürə malik olan insanlar olublar, ola bilsin. O dövrlərdə autizm haqqında anlayışlar olmayıbdı. Amma bugünümüzdə bir çox adını çəkdiyim insanlarla belə bağlı faktlar var, təhlillər var. Bunu psixoterapevtlər, psixiatrlar, nevroloqlar sübut edirlər, faktlarla göstərirlər ki, bəli, belə qeyri-adi düşüncəyə malik olan, bugün də dünyada çox mürəkkəb proqramları yaradan insanların təfəkkürü autik təfəkkürdür, autik hafizədir. Onların qeyri-adi qabiliyyətləri var, bacarıqları var ki, onlar başqa insanlardan fərqlənirlər. Düzdür, onların sosiallaşmasında, davranışında problemlər qalır. Müəyyən bağlılıqları olur, müəyyən ritorikaları olur, müəyyən ritual, stereotip hərəkətləri olur, vərdişləri olur. Amma siz dünyanın inkişaf edilmiş ölkələrin tarixlərində də baxsaq, bu insanların əksəriyyəti hansısa bir formada ya psixoemosional vəziyyətlərdə xəstəliklər yaşayan insanlar olublar, müxtəlif psixotrik problemlər olub bu insanların, ya da autik idrak fəaliyyətinə, autik düşüncə qabiliyyətinə malik olan insanlar olublar ki, onlar çox dərin düşünmək bacarığına sahib idilər. Düşüncənin bir çox növləri var. Yəni, bütün insanlar eyni cür düşünmür, eyni tərzdə düşünmür. Bu mənada düşüncənin növləri bölünür, düşüncə. Məsələn, tənqidi düşüncə. Tənqidi düşünən insanlar hamı kimi düşünmürlər. Bu insanlar üzləşdikləri hadisələrə, üzərində çalışdıqları problemlərin həllinə tənqidi yanaşırlar. Onun qarşısına bir mətn qoysaz, mətndən özündə bir irad tapacaq və yaxud da irad tapmağa çalışacaq ən azından ki, burada nə düzgündür, nə düzgün deyil. Bu insanlar çox vacib insanlardır. Bu insanlar siyasətdə, insanlar yəni elmlərdə, elmi kəşflərin aparılmasında mütləq məsələlərə tənqidi yanaşmağa bacarmalıdırlar ki, bunların içərisindən daha doğru, daha dəqiq, daha elmi, rasional olanı fikri ayırt edə bilsinlər. Bu mənada bu insanlar çox yüksək keyfiyyətlərə malik olan insanlar sayılır. Ümumiyyətlə, bunu demək olmaz ki, yəni hansısa bir üstün düşüncə tərzinə malik olan insanda, yaradıcı düşüncəli insan belə deyil. Onun da üstün keyfiyyətləri var. Amma tənqidi düşüncəyə malik olan insanlar
daha çox rasional təfəkkürə malik olan insanlardır. Sonra dediyim kimi yaradıcı düşüncəyə malik olan insanlar var. Onlar baş verən hadisələrə fərqli yanaşırlar, yaradıcı tərzdə yanaşırlar. Problemlərdə bizim görmədiyimiz xüsusiyyətləri görə bilirlər, onların üstün keyfiyyətlərini aşkara çıxara bilirlər və yaxud da hansısa məsələnin həllinə bizim ağlımıza gəlməyən tərzdə fərqli üsullarla yanaşırlar, qeyri-adi orijinal fikirlərlə çıxış edirlər, yeni ideyalar, innovativ ideyalar irəli sürürlər. Bax, bu insanların düşüncələri buna imkan verir ki, onlar bu cürə düşüncə tərzi nümayiş elətdirsinlər. Digər analitik düşüncədir. Analitik düşüncələrdə düşüncəli insanlar üzərində işlədikləri məsələləri xırdalayırlar, onun üzərində təhlil aparırlar, onu da incələyərək onun içərisindən daha vacib, daha lazımlı olan hissəni çıxardaraq onun üzərində işləməyə yönəlirlər. Abstrakt düşüncəli insanlar da var. Yəni bu insanların da düşüncəsi bir növ yaradıcı düşüncəli insanlara yaxındır, amma abstrakt düşüncəli insanlar obyektlərə, hadisələrə deməli müxtəlif mövcud anlayışlar, mövcud fərqli düşüncələr, fərqli izahlar baxımından yanaşırlar ki, bunlar yəni hazırda mümkün olmayan, amma nə zamansa mümkün olmuş nöqteyi nəzərdən baxaraq problemlərin həllinə yönələ bilirlər ki, daha çox uğur əldə edə bilsinlər. Tənqidi düşüncə, fərqli düşüncəli insanlar da var. Fərqli düşüncəli insanlar da qeyd elədiyimiz kimi, bəzən bu qrup fəaliyyətində, komanda işində biz qeyri-adi düşüncəli insanlarla rastlaşırıq. Görürük ki, bizim düşündüyümüzdən fərqli bir fikir söylür və biz onlarla razılaşmırıq. Amma hər halda bu fərqli düşüncəli insanların da fikirlərini, ideyalarını yoxlamaq, sınaqdan keçirmək lazımdır, əhəmiyyətlidir ki, bəlkə doğrudan da bizim düşündüyümüz kimi məsələni qoymadan, başqa cür yanaşmaqla, fərqli yanaşmaqla onu həll eləmək olar. Və bu mənada bax, bu cür insanların da, fərqli düşünən insanların da özünə məxsus yeri və rolu var ki, bu insanlar hadisələri özünün baxış nöqtəsindən, özünün düşüncə tərzindən yanaşırlar. Və digəri düşüncə növü divergent düşüncədir. Yəni düşüncədə daha çox divergent düşüncəyə üstünlük verilir. Nəyə görə? Ona görə ki, konvergent təfəkkürdə bilirsiniz ki, daha çox yaradıcılıq, daha çox geniş sahələr, daha əhatəli götürülmək bu məsələlər var. Amma düşüncə daha çox tənqidi təfəkkürə, daha çox məntiqi təfəkkürə əsaslanan bir prosesdir. Mən heç də onu demək istəmirəm, düşüncə yaradıcılıqdan məhrumdur, düşüncə hiss və emosiyalardan məhrumdur. Əslində belə deyil. Mən siz onun funksiyalarından da biz tanış olanda görəcəksiniz ki, düşüncə bu hisslərdən o qədər asılı deyil. Amma bütövlükdə düşüncə hazırki anda, reallıqda icra olunan hərəkətlər, mövcud olan problemlərə mövcud yolları, bax bu məsələlər üzərində yönəldiyindən daha çox düşüncənin növləri içərisinə bax bu divergent təfəkkür də daxil olunur ki, divergent təfəkkür cavabların, mövcud cavablar içərisindən ən konkret, ən mümkün, ən lazımlı, hazırki an üçün aktual olan bir cavabları seçmək qabiliyyətinə malik olan təfəkkürdür. Bax, bunlar hamısı digər düşüncə növləri də var, amma daha çox təsnifatlaşdırmalarda biz bu düşüncə növlərinə rast gələ bilirik ki, hər kəs bu növlər içərisindən özündə hansının üstün olduğunu bilir. Bir məsələni də qeyd etmək istəyirəm ki, burada biz gələcək mövzularımızda da, məsələn, öyrənmə və mənimsəmə mövzumuz olacaq, dərk etmə, kognitiv sistem bütövlükdə, intellektin özünün növləri və s. məsələlərdə biz görəcəyik ki, insana biz ayrılıqda öyrəndiyimiz, ümumiyyətlə bir orqanizm olaraq tibb elmi, psixofiziologiya elmi, genetika elmi, biologiya elmi, psixologiya elmi, fəlsəfə, ümumiyyətlə bütün elmlər psixologiya insanı öyrənir, əksər elmlər. Bu mənada
biz insan psixikasını da belə parçalayaraq öyrənməyə məcburuq. Onun qavrayışını ayrı, təfəkkürünü ayrı, şəxsiyyətini, fərdiyyətinin ayrılıqdır. Amma insan bütöv bir varlıqdır. İnsan bütöv bir orqanizmdir. Yəni düşüncə də təklikdə fəaliyyət göstərmir ki, düşüncə təklikdə yoxdur, heçdir. Düşüncə özündə, mən söhbətimin başında da qeyd elədim ki, insanın idrak fəaliyyətinə aid olan bütün proseslərin qovşağında, konvergensiyasında, birləşməsində yaranır, assosiativ əlaqələr kontekst əsasında yaranır və nəticə əldə olunur ki, insan düşünür, düşünərək fəaliyyət göstərir və nəticəyə nail olur. Bu mənada biz düşüncənin bu növlərinə də yanaşanda bu əlaqələri görə bilirik ki, sensor siqnallara yanaşmada, qavramada, hafizədə, təfəkkürdə olan xüsusiyyətlər, fərdi üslublar, fərdi tərzlər düşüncədə də özünü göstərir və nəticədə deyək ki, düşüncənin bax bu növləri əmələ gəlir. Məsələn, biz bir tənqidi təfəkkürlü, yəni tənqidi düşüncəyə malik olan, analitik düşüncəyə malik olan, fərdi düşüncəyə malik olan insanlarla üzləşiriksə, bu insanlarla birlikdə fəaliyyət göstəririksə, təxmin eləməliyik ki, bu insanda məntiqin, təfəkküründə məntiqi növü daha çox üstündür. Və onda yəni, introversiya daha çox üstündür. Görürsünüz, burada artıq biz idrak fəaliyyətinin xüsusiyyətlərinə, şəxsiyyət tiplərinə qədər bir əlaqə, bir vahidlik, bir sistem görürük. Yəni, insanın varlığında bu sistem var. Nə qədər ki, bu insanda bir konkret bir sistem var, onun üçün fəaliyyət göstərmək də rahatdır, öz üslubunu müəyyənləşdirmək də rahatdır ki, mən bu üslubla müəyyən nəticələr göstərirəm, uğurları əldə edirəm və insan artıq özünü daha yaxşı anlayır, dərk edir. Mən bu cür bir insanam, mən bu cür bir şəxsiyyətəm. Və burada temperament tiplərinin də əlaqəsi var. Bu mənada insan özünü daha yaxşı anlayır və dərk edir, fəaliyyətini səmərəli şəkildə öz üslubu üzərində qurur. Psixologiya elminin bizə verdiyi yəni ən xeyirli bir imkanlar, ən uğurlu imkanlar da bizə özümüzü tanımağa, özümüzü anlamağa kömək eləməsidir ki, biz öz üslublarımızı, öz tərzlərimizi, öz fərdiliklərimizi ayırd eləyək və biz o əsasda da fəaliyyətimizi gücləndirək. Düşüncənin ümumiyyətlə bir çox xüsusiyyətləri var. Düşüncənin xüsusiyyətləri dediyim amillərlə də bağlıdır. İnsanın şəxsiyyətinin quruluşunda olan bir çox məsələlərlə də bağlıdır. Onun təbii genetik imkanları ilə və sosial şəraitdə onda formalaşdırılan yeni sosial keyfiyyətlərlə də bağlıdır. Amma bütövlükdə hər halda mən deyərdim ki, burada təbii amillərin rolu daha çox üstündür. Çünki düşüncə tərzindən, düşüncənin sürəti, keyfiyyəti, məsələn, yüksək qabiliyyətlərə malik olmayan insan dərindən düşünə bilməz. O çalışacaq ki, daha çox hazır materiallara üstünlük versin, hazır düşüncə konstruksiyalarına üstünlük versin. Və bu mənada görürsünüz ki, burada xüsusiyyətlərlə də növlər arasında və digər funksiyalar, mexanizmlər arasında da əlaqələr var. Düşüncənin əsas xüsusiyyətləri deməli, təmsilçilik imkanlarıdır. Yəni, düşüncə insana özünün düşüncələrini ifadə etmək, təqdim etmək, təqdimatlar eləmək və o baxımdan özünü təmsil eləmək imkanı verir. Və biz insanlarla tanış olanda, hansısa bir yeni bir tədbirdə görüşəndə, müzakirələrdə, diskussiyalarda, debatlarda, ümumiyyətlə söhbətlərdə, adi bir məişətlə bağlı bir tədbirlərimizdə, məclislərimizdə olanda insan düşünür, düşüncələrini ifadə eləyəndə biz artıq onun haqqında müəyyən qənaətə gəlirik. Hətta bizdə belə atalar sözü də var ki, geyiminə görə qarşıla, danışığına görə yola sal. Bəli, insan ağzını açıb danışır və biz artıq onun təxminən hansı düşüncəyə malik olduğunu qənaətinə gəlirik ki, bu insan bu cürə düşünürsə, deməli belədir. Yəni, bizdə də hazır konsepsiyalar var, hazır qiymətləndirmə standartları var ki, biz o insanları həmən hazır standartlarımızla qiymətləndiririk. Bu mənada düşüncənin ilk əsas xüsusiyyəti
təmsilçilik xüsusiyyətidir ki, biz fikirlərimizdə, öz danışığımızda ifadə elədiyimiz sözlərdə, o qiymətləndirmələrimizdə, zövqlərimizdə, bir çox məsələlərdə özümüzü təmsil edirik, özümüzlə bərabər düşüncə tərzimizi də təmsil edirik. İkincisi, düşüncənin məqsədə yönəlməsidir. Düşüncə həmişə fəaliyyətdə məqsədə yönəldir, fəaliyyəti məqsədə yönəldir. Yəni, bu mənada biz düşüncənin içərisində motiv də görə bilirik, məqsəd də görə bilirik. Yəni, biz fəaliyyətimizi quranda düşüncəmizi fəaliyyət üzərində mərkəzləşdiririk və onun nəticəyə əldə olunması üçün bütün idrak proseslərini ora cəmləşdiririk və müəyyən nəticə əldə edirik. Və bu prosesdə eyni zamanda assosiativ əlaqələr qurulur. Qavrayışdan hafizəyə, hafizədən şuuraltı proseslərə, emosional proseslərə və s. və ilaxır. Və bütün bunlar düşüncənin məqsədə yönəlişliyini və assosiativ əlaqələr qurmaq imkanlarına malik olduğunu göstərir. Digər daha mühüm xüsusiyyəti düşüncənin hisslərdən asılı olmamasıdır. Düşüncələr digər idrak prosesləri qədər hisslərin və emosiyaların təsirinə düşmür. Çünki düşünmə prosesində insan düşünərkən özünü bir sıra kənar təsirlərdən təcrid eləməyə çalışır. Çalışır ki, ağlına başqa fikirlər gətirməsin, müdaxilələr olmasın. Yəni, bütün bu məsələlər düşüncənin hisslərdən o qədər də asılı olmadığını göstərir. Sonra düşüncənin çox ölçülü elementləri var. Düşüncənin keyfiyyətini, düşüncənin sürətini, tempini, assosiativliyini, əlaqələr qurmaq, başqa prosesləri bura cəlb eləmək və s. bu baxımdan çox böyük imkanları var və insan düşünərkən şuur altında olan məsələləri üzə çıxarmağa çalışır, oradan əlaqəyə girir, dərin hafizədə, uzun müddətli hafizədə olanlara yada salmağa çalışır, oradakı kognitiv obrazlar aktuallaşır, ikonik hafizədə olan obrazlar, elementlər aktuallaşır və bütün bunlar düşüncənin özünün də çox ölçülü elementlərin olduğunu göstərir ki, bunun sayəsində biz dərin düşünə bilirik, hər tərəfli əhatəli düşünə bilirik və müəyyən fəaliyyətimizdə müəyyən nəticələr əldə etməyə nail oluruq. Düşüncənin fiziki əsasları da var, psixofizioloji əsasları da var. Bu xüsusiyyətlər də düşüncənin nizamlanmasında çox mühüm məsələdir. Çünki biz düşünərkən bizim şuurumuzda, idrakımızda, beyin mərkəzlərində mürəkkəb psixofizioloji, kimyəvi, bioloji, psixofizioloji proseslər gedir. Və bu proseslər bizim rahat düşünməyimizi, asan düşünməyimizi, ardıcıl və sistemli sona qədər düşünməyimizi təmin edir. Və bu mənada düşüncənin bu xüsusiyyəti də ayrılıqda qeydə alınır. Və düşüncənin bir çox mexanizmləri var. Düşüncənin mexanizmləri insan fiziologiyasından, beynin fiziologiyasından, beynin psixofizioloji quruluşu ilə bağlı olan məsələdir. Yəni, birincisi, bununla bağlı olan müəyyən nəzəriyyələr var. Bu nəzəriyyələrdən birincisi odur ki, insanda iki sistem var. Birincisi, insan düşünərkən birinci sistem insanın düşüncəsini sürətləndirir, qidalandırır, yəni ardıcıllığını təmin eləyir. İkinci sistem isə əksinə onu ləngidir. Yəni insan özünün lazım olmayan düşüncələrdən azad eləmək üçün, lazım olmayan təsirlərdən müdafiə eləmək üçün bir proses üzərində tamamilə mərkəzləşmək üçün özünün düşüncəsini ləngidir və bütün bunlar daxildə gedən psixofizioloji mexanizmlər sayəsində baş verir. Öz-özünə mümkün olmur. Yəni biz düşünərkən hesab eləməli deyilik ki, bütün burada ancaq insanın
psixikası, yəni psixologiyaya aid olan sahələr, sistemlər burada iştirak edir. Burada tamamilə bütöv orqanizm, bütöv beyin və insan psixikasına aid olan bütün o kateqoriyalar hamısı bu fəaliyyətə qoşulur. Ləngidici nəzarət eləmək mexanizmi var, dediyim kimi. Yəni biz düşünərkən bizim fəaliyyətimizi daha səmərəli, daha itki vermədən, lazımsız diqqət yönəltmədən, diqqətin dağılması, paylanması və s. proseslərin qarşısını alaraq onu ləngitmək və bir məsələ üzərində mərkəzləşdirmək mexanizmi var. Burada da diqqətin psixofizioloji mexanizmləri də bura qoşulur. Bayaq qeyd elədiyim kimi görürsünüz, burada da idrakin bütün prosesləri, ayrı-ayrı idrak prosesləri burada özünə məxsus mexanizmlərlə çıxış edir ki, onlar hamısı bütövlükdə oxşar mexanizmlər bir-birinə dəstək olaraq düşünmə prosesini tənzimləyirlər. Və dinamik beyin fəaliyyəti mexanizmi var. Yəni biz düşünərkən beyin fəaliyyəti bütün bölgələr aktuallaşır, bütün bölgələrdə lazım olan orqanlar, beyin orqanları deyək ki, talamusda, beyincikdə, beynin sağ-sol yarım kürələrdə, neyronların özləri də, bütün beyin strukturları fövqəladə vəziyyətdə gətirilir ki, düşünməlisən, burada lazım olan beynin qidalanması, məsələn, ac insan necə düşünə bilər? Ac insan və yaxud da çox vaxtı bu, xüsusilə son dövrlər bu arıqlama prosedurlarında, müxtəlif diyeta, üzr istəyirəm, bu pəhriz proqramlarında insanlar bir çox maddələrdən tərcid olunur. Şəkər qəbul eləməməlisən, onu yeməməlisən, bunu yeməməlisən, yəni məhdudiyyətlər qoyulur. Amma beynin fəaliyyəti üçün də təbii qidalar, təbii fermentlər var ki, bu fermentlər beyni qidalandırmalıdır. Məsələn, şəkərin insanın hafizəsinin qurulmasında, hafizənin funksiyalaşmasında şəkər maddələri, yəni RNT və RNT turşularının olması vacibdir. Digər karbohidratlar, zülallar, nələr, kimyaçılar, bioloqlar bunu daha yaxşı bilirlər. Bu mənada, yəni beynin, düşüncənin dinamik olaraq baş verməsi üçün beyin mərkəzi dinamik şəkildə işləməlidir, beyin qidalanmalıdır. Oksigenlə başlayaraq, adi havadan, sudan başlayaraq, bütün kimyəvi fermentlərlə beyin qidalanmalıdır və hər bir insan özünün yaxşı düşünməsi üçün hansı qidanın ona yaxşı bir emosional vəziyyət, hazırlıq vəziyyəti yaratmasını daha yaxşı bilir. Və burada biz, əvvəlki mövzumuz vardı, psixi halətlər mövzusu. Burada biz emosional, yüksək, pozitiv belə halətlərdən danışmırıq. Burada sabit durğunluq, yəni mərkəzləşmək, təmkinlilik, səbirli olmaq, bu kimi psixi halətlər, uzun müddətli fəaliyyət göstərən halətlərini də hərəkətə gətirmək üçün bizim yəni daxili orqanlarımız, beyin mərkəzlərimiz dinamik şəkildə işləməlidir. Düşünülənlərlə bağlı ümumiyyətlə çoxlu funksiyaları var. Düşünülənlərin funksiyalaşması, düşüncələrin funksiyalaşması bir çox məsələlərlə əlaqəlidir. Burada birinci məsələ ondan ibarətdir ki, yəni biz ilk növbədə obyektləri, hadisələri, ideyaları bir-birləri arasında əlaqələr qurmalıyıq, onları nizamlamalıyıq və seçməliyik. Və burada əsas funksiya ondan ibarətdir ki, biz məsələn düşünəndə heç də həmişə elm adamları da heç də həmişə düşünmürük hansısa bir elmi konsepsiya, elmi cümlə. Biz əslində sadə anlayışlar üzərində düşünürük. Məsələn, söhbət uşaqlardan gedirsə, uşaqların zövqləri, oyuncaqları, onların təminatı ilə bağlı məsələlər, yaşlılıq dövründə başqa cür, yeniyetməlik, gənclik dövründə başqa cür və yönəldiyimiz problemlə bağlı da əsas adi anlayışlar, adi ideyalar haqqı üzərində düşünürük. Belə deyək də, məfhumlar üzərində düşünürük və bu məfhumlardan yeni məzmunlar çıxardırıq. Mən məsələn düşünürəm ki, 300-400 səhifəli kitab yaza bilərəm. Heç bir yerə baxmadan, heç bir ədəbiyyatdan istifadə eləmədən. Bunların heç də mənim tamamilə hazırki anda
300 səhifəlik elmi cümlələrə, elmi fikirlərə, konsepsiyalara hazır malik olduğunu göstərmir. Bu prosesdə, yəni mən əvvəlcə düşünürəm, mən nə istəyirəm, nə yazmalıyam, söhbət hamımızdan gedir ümumiyyətlə. Məsəl üçün mən deyirəm, burada lazım olan anlayışlar bizə adi məişət anlayışlardır, adi problemlərdir. Məsələn, biz üzləşdiyimiz insanları, bizdən kömək istəyən insanları danışdıranda onlar bizə elmdən danışmırlar ki. Onlar bizə gündəlik üzləşdiyimiz məişət problemləri, ailə problemləri, düşüncə problemi, yəni digər fəaliyyət prosesində üzləşdikləri məsələlərdən danışırlar və biz bu adi anlayışlardan çıxış edərək daha dərinlərə doğru gedirik. Burada elm nə deyir, burada hansı fikirlər var, hansı mənbələrə baxmaq lazımdır, necə kömək etmək lazımdır və s. Başqa sahələr də bu cürə. Yəni bizim düşüncəmizin əsas funksiyalarından biri də düşündüklərimizlə bağlı konkret bir tutmaq, nədənsə yapışmaq. Məsələn, uşaqlara nəyisə öyrədəndə biz onlara maşın, bu şeylər yox, sən harasa gedəndə nəyə minirsən? Maşına minirəm. Maşın anlayışı yaradılır. Və yaxud da sən kədərli olanda necə düşünürsən ki, səni sevən yoxdur. Və yaxud da yuxarı yaşlarda da bax bu cürə adi məişət anlayışlarından istifadə edib bizim üçün daha rahat, daha asan, əlçatan olan anlayışlardan mürəkkəb anlayışlara doğru gedirik və bu əslində induktiv yanaşmadır. Yəni düşüncəyə induktiv yanaşmadır ki, sadəcə mürəkkəbə doğru hərəkət etmək. Digəri məntiqi funksiya, məntiqi mühakimə yürütmək funksiyasıdır. Bəli, biz həmişə düşünəndə məntiqi mühakimələr yürütməliyik, biraz dərinlərə getməliyik, düşünməliyik, götür-qoy eləməliyik ki, əslində bu məsələni necə yanaşmaq lazım məsələyə və onu necə həll etmək lazımdır. Digər funksiyası problemləri həll etməkdir. Yəni, düşünən insan hansısa problemin həllinə yönəlir və bu problemin necə həll olunması üçün yollar axtarır, vasitələr axtarır, onun üzərində mərkəzləşir, bütün bilik bacarıqlarını işə salır, lazım gəldikdə başqalarından kömək də istəyir, onun fikirlərindən yararlanır, nəhayət bu problemin həllinə yönəlir. Qərar qəbul etmək də düşüncənin əsas funksiyalarından biridir ki, hər bir fəaliyyətin başlanğıcında da, sonunda da qərar qəbul olunur. Yəni, burada qərar qəbul etməni çox zaman biz fəaliyyətin nəticələrinə aid edirik. Məsələn, təfəkkürün bilirsiniz ki, formalarından biri də əqli nəticəyə gəlmək. Bu elə deyil. Burada biz qərar veririk ki, mən indi bu problemin həllinə başlayacağam. Ən sadədən mən mürəkkəbə qədər. Fərqi yoxdur. Və burada biz qərar veririk ki, mən bu problemi necə həll edəcəm? Hansı vasitələrlə, hansı yollarla, hansı müddət ərzində? Burada artıq motiv, məqsəd, fəaliyyətin içərisinə daxil olan iş prosesi ilə bağlı olan məsələlər hamısı aktuallaşır, vərdişlər, bacarıqlar, hansılardan yararlanacağam. Əgər məndə bu bacarıq yoxdursa, indi mən onu necə özümdə formalaşdırmalıyam və s. Və nəticədə sonda da qərar verilir ki, bəli, bu məsələ, bu problem bu yolla həll olundu və s. və ilə axır belə funksiyaları var düşüncənin. Sonra düşüncə ilə bağlı sizə çatdırmaq istədiyim əsas məsələ əvvəldən də qeyd elədiyim kimi düşüncənin təhlikdə fəaliyyət göstərməməsi. Düşüncə təhlikdə yoxdur. Düşüncə təhlikdə bir heçdir. Amma düşüncə idrak prosesləri ilə, bütün idrakla əlaqəlidir. İdraka aid olan bütün proseslər duyğudan başlayaraq qavrayış, hafizə, təfəkkür, təxəyyül, emosiya, hiss, iradə hər birisi bura daxildir. Digər sahə intellektdir. Düşüncədə intellekt fəal şəkildə iştirak edir. Daha çox burada bioloji intellektin rolunu mən qeyd eləyərdim. Bilirsiniz ki, psixologiya ilə məşğul olanlar bilirlər. Hazırda intellektin bir sıra növlərindən danışılır. Artıq təkcə bioloji intellekt qəbul olunmur. O mənada ki, insanı dəyərləndirərkən yalnız bəzi sahələr var, peşə sahələrində bioloji intellekt daha vacibdir. Amma ümumiyyətlə hazırda işə götürənlər də işçilərin bioloji intellekti ilə yanaşı digər intellektlər sahələrində ölçülməsinə üstünlük verilir. Bu mənada yəni düşüncə həm də intellektlə sıx şəkildə bağlıdır.
Düşüncə şuurla bağlıdır. Biz şuur haqqında danışdıq. Şuurla, şuuraltı ilə, intuisiya ilə bağlıdır. Biz düşünərkən mexaniki olaraq avtomatik şəkildə bizə bir yeni fikirlər gəlir, yeni ideyalar gəlir. Mən bayaq qeyd elədim ki, düşüncə prosesində bütün sistem hərəkətə keçir, bütün düşünmə orqanizmi, düşünmə quruluşları hamı hərəkətə keçirir. Əgər biz bunu bir şaxələndirilmiş şəkildə təsəvvür eləsək, onun mərkəzinə düşüncəni qoysaq, buradan idrak prosesləri, oradan intellekt, oradan şuur, şuuraltı, intuisiya, şəxsiyyətin iradi tərəfləri, onun psixi xassələri, onun xarakter xüsusiyyətləri, temperamenti, qabiliyyətləri, buradan şəxsiyyətə, fərdiyyətə aid olan cəhətlər, subyektə aid olan cəhətlər, davranış tərzi, bunlar hamısı burada fəal şəkildə iştirak edir. Amma hər halda biz düşüncəni daha çox idrakla, daha çox intellektlə, daha çox şuurla əlaqələndiririk ki, bunların hər biri düşüncə prosesində iştirak edir. Düşüncə, bu fikirlərimi söyləməkdə mən heç də onu demək istəmirəm ki, düşüncə, şuur düşüncəyə tabidir. Xeyr, şuur daha geniş anlayışdır. Amma şuuru da düşüncəsiz təsəvvürləmək olmaz. Yəni, düşüncənin, şuurun formalaşmasında, inkişafında, insanın şuurlu fəaliyyətində düşünmə, bütün bu özündən sonra gələn, özünün içərisinə daxil olan bütün bu quruluşların hamısını ora qoşur, onu fəallaşdırır və insan düşünərək şuurlu fəaliyyət göstərir. Bu mənada biz düşüncənin digər quruluşlarla əlaqələrini əsaslı şəkildə adlandırmalıyıq, deməliyik, etiraf eləməliyik. Eyni zamanda nəhayət düşüncə kognitiv sistemlə sıx əlaqədədir. Bax, bu adlarını çəkdiyim bütün bu proseslər, bunlar hamısı insanın kognitiv sisteminə, insanın ağlına, insanı insan edən, insanı insana bənzədən, insanın insan olmaq kimi keyfiyyətlərini səciyyələndirən və təmin edən bütün quruluşlar kognitiv sistemdə təmsil olunur ki, hazırda insanlar məhz bu sistemin keyfiyyətlərinə görə qiymətləndirilirlər. Və burada düşüncəyə təsir edən məsələlər içərisində avtomatik düşüncələri də qeyd etmək lazımdır. Biz bəzən tərbiyə prosesinə çox ciddi yanaşmırıq. Biz düşünürük ki, uşaq elə məktəbə gedəndə hər şeyi öyrənəcək. Amma bizim burada təlim-tərbiyə prosesində yanlış yanaşdığımız çox saylı məsələlər var. Mən düzdür, bu mövzuda tez-tez danışıram, deyirəm, məlumatlar çatdırıram. Amma biz məsələyə bir qədər daha mürəkkəb baxımdan yanaşmalıyıq. Biz elə bilirik ki, uşağın məktəbə hazırlanması, ona çoxlu şeirlər öyrətmək, ona yazı yazmağı öyrətmək, ona əlifba hərflərini öyrədərək oxumağı, üzündən heç olmasa oxumağı öyrətməkdir. Xeyr, bunlar məktəb öyrədir. Biz uşaqlarımıza düşünməyi öyrətməliyik, düşünmə bacarığını öyrətməliyik. Bunun üçün də uşaq ilk növbədə özünü anlamalı və özünü tanımalıdır. Uşaq yalnız gördüklərini, yəni o ekstrareseptiv duyğuların gətirdiyi siqnallarla hərəkət eləməli deyil, onun üzərində düşünməlidir, analitik təfəkkürün köməyi ilə, məntiqi təfəkkürün köməyi ilə ayırd eləməyə bacarmalıdır. Bunun üçün biz çox dünyanın qabaqcıl bizim bəyəndiyimiz, qəbul elədiyimiz, həsəd apardığımız təhsil sistemi olan ölkələrdə, Finlandiyada, Almaniyada, digər ölkələrdə indi başlayırlar, Sinqapurdan danışırlar. Mən düz o qədər vaxtım da olmayıb dərindən bu sistemi öyrənəm. Məsələn, Finlandiyada səhv eləmirəmsə 7-ci sinifə qədər şagirdlərə qiymət qoyulmur. Digər ölkələrdə də hələ ibtidai sinif, bizdə ibtidai sinifdə qiymət qoyulmur. Deyəsən, iki sinifdə qiymət qoyulmur. Dəqiq bilmirəm, yəni tez-tez dəyişir bu qaydalar, ona görə bilmirəm. Amma burada əsas məsələ nədir? Mən Amerikada olanda uşaq bağçalarının fəaliyyəti ilə tanış oldum. Uşağa dəymə, yıxılma, eləmə, etmə, bu sözlər deyilmir. Uşaq araşdırır, öyrən, amma onun ətrafında ona fəaliyyət göstərmək üçün yetərincə mühit yaradılır.
Uşaq daim axtarır, araşdırır, özünü sınayır, gah pilləkənlərlə qalxır, gah sürüşür, gah tullanır, gah fırlanır, gah topla oynayır, gah yoldaşlarını cəlb edir. Yəni uşaq öz varlığını, kimliyini, bacarıqlarını müəyyənləşdirir. Mən nəyi bacarıram və mən nəyi, hansı işi görəndə, hansı tərzdə görəndə daha yaxşı nəticə əldə edirəm. Yəni uşağa düşünmək öyrədilir məktəbə gələnə qədər. Amma bizim uşaqlarımız yeniyetməlik dövründə biz uşaqlarla, şagirdlərlə işləyirik. Yeniyetməlik dövründə şagird düşünə bilmir. Hələ də ona bir şəkil qoyursan qabağına, şəkilə baxır, təxmin edir ki, bu belədir. Deyirsən fikrini daşındırma, deyirsən ki, yoxsa bəlkə belə deyir, hə elədir. Tez fikrini dəyişir. Və yaxud da adi insan şəkli çəkmək xahiş edirsən ki, bir insan şəkli çək. Sxematik şəkil çəkir. Yeniyetmə 12-13 yaşında olan insan şəkli çəkə bilmir. Məyər bilmir ki, insanın qolları xəttdən ibarət deyil, qışları, bədəni xəttdən ibarət deyil. Məyər bilmir ki, insanın sifət quruluşunda hansı orqanlar var, saçı necə olmalıdır. Yəni, bu elementar bir məsələlərdir ki, bunlar hamısı düşüncəyə əsaslanır. Düşünmək nədən irəli gəlir? Görmək, baxmaq, dəqiq müşahidə eləmək, o müşahidələrini fikirlərdə konstruksiyalaşdırmaq, ona uyğun hərəkətlər eləmək. Yəni, bu ondan irəli gəlir ki, biz zamanında uşaqlarımıza düşünməyə öyrətməliyik. Uşaqları problemli situasiyaların qarşısında qoymalıyıq. Uşaqlar üçün problemli situasiyalar yaratmalıyıq. Uşağın 6-7 yaşı var. Uşağın əlindən bir şey yerə düşür. Nənələr gəlir, babalarla gəlir, görür arxasında. Tez nənə əyilib yerdən götürür. Deyirəm, ay nənə, niyə götürürsən sən onu? Qoy uşaq özü götürsün. Yox, baxın, bizim tərbiyə sistemimizin ən böyük qüsurlarından budur. Uşağa düşünməyə imkan verməmək. Uşağın yerinə biz düşünmək. Hələ biz necə düşünürük? Hələ biz düzgünmü düşünürük? Bizim düşündüklərimiz doğrudurmu? Doğru deyil, yeri gələndə biz bir cəmiyyət olaraq mübariz cəmiyyəti, yeri gələndə müharibələr eləyə bilirik. Səhv eləmirəmsə, Napoleonun bir sözü var. Bu sırf türklər haqqındadır, amma Azərbaycanda yaşayan bütün xalqlar belə qəhrəmandır, şücaətlər deyir ki, türklər deyir, vətən üçün, torpaq üçün ölməyi bacarırlar, həm də çox yaxşı bacarırlar. Yəni biz lazım gələndə vətən üçün qəhrəmanlıq da eləyə bilirik, amma bugün gənclərimizin tərbiyəsində, gənclərimizin formalaşmasında biz görürük ki, bir boşluqlar var. Bu boşluqlar bizi uğursuzluğa apara bilər və biz övladlarımızı elə kiçik yaşlarından, 1 yaşından başlayaraq düşünməyə öyrətməliyik. Onlar üçün yeriməyə başlayanda xalının yanını qatlayıb onun üstündən aşıb getməyi, yıxılanda ayağa durmağı, bir yerə əli çatmayanda uzanıb, zəhmət çəkib onu oradan götürməyi, adicə bir krafindən bakala su tökməyi, geyinməyi, soyunmağı, fəaliyyət göstərməyi, bunların hamısını uşaqlarımıza öyrətməliyik ki, onlar düşünsünlər. Çünki insan fəaliyyət prosesində düşünür. İnsan ağlında, xəyalında çox şeylər düşünə bilər, çox şeylər arzulaya bilər. Amma onu həyata keçirərkən insan bir çox problemlərlə yanaşır ki, bu problemlərlə içərisində ən doğru yol seçərək onu həll edir. Qabiliyyətsiz insan yoxdur, bacarıqsız insan yoxdur. Əlbəttə istisnalar var, psixikasına problemlər olan, anadan gəlmə əlil olan, DSP-li deyirik də, yəni beyin mərkəzlərində insult və mütəb xəstəliklər keçirmiş insanlar var. Bunlar istisnalı təşkil edir. Amma qalan bütün hallar üçün insanlarda qabiliyyətlər var. Biz onlara imkan verməliyik, özünü kəşf eləsin, öz qabiliyyətlərini aşkara çıxarsın və düşünsün. Nəhayət cəmiyyətimizə üz tuturam. Düşünməyi özünüzdən kənarlaşdırmayın. Bizim cəmiyyətimiz bugün dərindən düşünmək istəmir. Çünki dərindən düşünəndə bir çox problemi məsələlərlə üzləşir. Yəni, həll eləməli olduğumuz, həyata keçirməli olduğumuz hər bir vətəndaşdan asılı olan məsələlər var. Arada bir, mən məsələn, tez-tez öz yerimizə, kəndimizə gedirəm. Kəndimizin, yəni, mənzərəsinə baxıram, küçələrə baxıram. Düşünürəm ki, burada nə qədər görülməli işlər var.
adi bir çəpərlərin çəkilməsidir, adi bir estetikanın yaradılmasıdır, mağazaların qabağına qoyulan məsələn vəziyyətlərdir, orada bir gözəlliyin yaradılmasıdır. Hər şey, yəni bütün bunlar hamısı bizi düşüncədən məhrum edir. Heç kim özünə əziyyət vermək, özünün problem qarşısında qoymaq istəmir ki, mənim başım ağrıya bilər, mənə belə bir təzyiq ola bilər. Görürsünüzmü? Bizim bugün yaşayışımızda üzləşdiyimiz problemlərin böyük əksəriyyətinin səbəbi bizim düşünmək istəməməyimiz və bu düşüncələrimizə başqalarını da qoşmaq istəməməyimizdir ki, biz bundan da daha yaxşı, bundan da daha mədəni, daha güzəranlı şəraitdə yaşaya bilərik. Ona görə də əzizlərim, düşünək və övladlarımıza da düşünməyi öyrədək. Bizim uğurlarımız yalnız bundan asılıdır. Sağ olun. Gələn görüşümüzdə mən sizə öyrənmə və mənimsəmə haqqında danışacağım. Sağ olun. Lüminət xanım, bir sual verə bilərəm. Bir nəfər deyir ki, mən düşünə bilmirəm, düşüncələrimi dəyişə bilmirəm. Yəni gözlədi sona kimi mövzumuz. Biz əvvəlcə o insanın idrak proseslərini diaqnozlaşdırmalıyıq. Düşünmə vəziyyəti nə ilə bağlıdır? Burada bir çox test nümunələrindən istifadə olunmalıdır. Məsələn, insanın həyat indeksi var, insanın düşüncə, burada mən söyləyim, düşüncə növləri var, düşüncə tərzləri var, üslubları var, həyat şəraiti var. Bəlkə həyat şəraiti elə olur ki, onu düşünmək qadağan olunur. Həqiqətən də bayaq da qeyd elədim. Bəzən ailədə analar, atalar uşaqlarını düşünməyi də sanki qadağan edir. Mən nə deyirəm, o olmalıdır. Mənim dediyim kimi hərəkət eləməlisən. Ona görə əvvəlcə bu diaqnozlaşdırılmalıdır. Niyə? İkincisi, həyat şəraiti öyrənilməlidir. Burada yəni psixoanaliz aparılmalıdır və sonda proqramlar tətbiq olunmalıdır. Korreksiya proqramları, psixoterapiya proqramları, əlbəttə mən düşünürəm, əgər bu özündəki bunu görürsə, deməli ondan çıxış yolda tapa bilər. Bir dənə də sual var idi. Sosial fobiyadan necə azad ola bilərəm? Onu da cavablandırınız. Əgər o həqiqətən də sosial fobiyadırsa, ondan azad olmaq daha asandır. Mən demirəm asandır. Yəni fizioloji səviyyədə fobiyalar o müəyyən qədər psixiatrik məsələlərlə daha sıx bağlıdır. Bir də var sosial fobiyalar. Düzdür, fobiyaların bir çoxunu yanlış olaraq sosial fobiyalara daxil edirlər. Amma istənilən sosial fobiyanın əsasında da genetik amil dayanır. Ona görə də fobiya nəyə qarşıdır? Yəqin bu kütləyə qarşı daha çox biz rastlaşırıq. Kütlə qarşısında olmaq, insanlar qarşısında olmaq, ünsiyyət qurmaq çətinlikləri. Təbii ki, onun üçün də psixoloqların əsaslandığı gözəl proqramlar var, konsepsiyalar var, nəzəriyyələr var. İstənilən psixoloqa, yəni söhbət hazırlıqlı psixoloqdan gedib, bugün rayonlarımızda da artıq bizim bu sahə ilə məşğul olan psixoloqlarımız var. Mən buna çox sevinirəm. Onlara müraciət edib o problemin həllinə dəstək ala bilərlər. Təşəkkür